Salam, Gəncə adlı səlnamə Gəncə məhəllələri silsiləsində getdiyi yolun növbəti dayanacağını Çələbyurd məhəlləsində edəcək. O məhəlləyə ki, bu məhəllənin də adı və ümumiyyətlə siması mənfur qonşularımız olan ermənilər tərəfindən məhz Kilsəkənd məhəlləsi kimi təhrifə uğrayıb. Yəni, ermənilərin Gəncəyə köçürüldükləri məhəllələrdən biri də məhz Çələbyurd məhəlləsi olub. Zira gəlin bu məhəllənin dünəninə, keçdiyi tarixi yoluna birlikdə şahidlik edək. Çələbyurd Gəncəbasarın qədim türk kəndlərindən olub. 17-ci yüzilliyin əvvəllərində Gəncənin yerdəyişməsindən sonra şəhərə qarışıb. Şah Abbasın hücumu ərəfəsində şəhərin bütün erməni əhalisi yaxınlaşan təhlükədən salamat qurtarmaq üçün Gəncəni tərk edib. Çayın sağ sahilində, Çələbyurd kəndi yaxınlığında, təxminən indiki Mirzə Abbas Abbaszadə küçəsi ilə Adil İskəndərov və Nəriman Nərimanov küçələrinin kəsişəcəyində məskən salıblar. Bu ərazinin bir hissəsini də Ermənikənd adlandırıblar. Ermənikənd ərazi bu hamısı sonradan Sovet dövrünün bəlaları da açığı ki, erməniləri Azərbaycanın ərazisində yerləşdirilsin. Ermənilər üzr istəyirəm, heç bir tarixi olmayan bir millət olub, erməninin ərazisi olmuyor. Ermənilər dağınıq, bir yerdə məskunlaşmamış, ayrı-ayrı ərazilərdə yaşayan xalq olub. Və sonra da bunları böyük siyasətdir də, bu uzun nətər deyirlər, tarixi olan siyasətdir. Onları məskunlaşdırıblar Azərbaycanın ərazisində. Hətta belə bir məsələ olub ki, Azərbaycanın bir çox rayonlarından Azərbaycanlıları köçürsünlər Orta Asiya dövlətlərinə ki, onları burada yerləşdirsinlər. Azərbaycanın ərazisində onlar çoxluq təşkil eləsin. Qarabağ məsələsi bugün o neçə illərin qabaqdan hazırlanmış bəlalarından biridir. Əsas etibarilə üzüm bağlarından ibarət olan bu ərazi yaşayış məntəqəsi kimi kiçik bir sahəni tuturdu. Bunu şəhərlilərin ilk dövrlərdə ermənilərin Ermənikənd adlandırdığı bu ərazini Kafir küçə adlandırması da sübut edir. Əslində gavur deyirdilər, yəni bizim belə deyək də, yəni bir dövrdə müsəlman olmayanı başqa bir adla adlandıra bilmirdilər. Başqa bir adla adlandıra bilmirdilər. Ona görə də müsəlmanın anlamında iki insan var idi. Müsəlman və gavur. Yəni, kafir bu mənada ki, Allahı, Peyğəmbəri qəbul etməyən. Amma sonradan bu şey oldu ki, yox, əgər insan Allahı qəbul edirsə və onun bir dini kitabı varsa, əlbəttə bu kəlmə, belə desək ki, cəmaat arasında işlənən bir ifadə idi. Yəni, dövlətin, elm adamları heç vaxtı, özdə siz bilirsiniz ki, məsələn, məhz müsəlman xalqlarının içində, müsəlman dövlətlərinin içində lap ilkin xristiyanlar qalıblar. Büyün maronitlər, sonra aysorilər, lap qədim də bu şərq xristiyanlığı. Məsələn, Avropaya baxın, Avropada qoymayıblar onlar qalsınlar şərq xristiyanlığı, qırıblar onlar. Həm katoliklər qırıblar, həm də sonra protestantlar qırıblar. Çünki bunların adət-ənənələrini götürür. Amma şərq xristiyanlığını məhz saxlayan elə müsəlman dövlətləri olub ki, Quranda bizə verilir ki, o sənin malına, canına, namusuna təcavüz etmirsə və sənə deyək ki, cizyə verirsə, vergi verirsə, dövlətin borcu onları qorumaqdır. Yəni, səmavi kitabları olanların. Ona görə də, yəni, ayrı adla adlandırıla bilməzdi. Kafirlik bilirsiniz də, mən sizə deyim də, onların təbiətindən irəli gələn xislətindən, onların o mentalitetindən, psixologiyasından irəli gələn bir şey o. İnsanlar həmişə onlarda satqınlıq görüblər. Düzdür, bu Sovet dövlət tərəfindən bu həmişə çalışılıb basılsın, bu məsələ ortaya çıxmasın. Amma həmişə ermənilər çalışıb ki, yerli əhalinin, məsələn, mənəviyyatına toxunsun, yaşadığı əraziyəni zəbt eləsin qeyri-qanunu. Ona görə də onlar kafir adlanıb. Bugünkü gündə də, düzdür, bugün biz güclü dövlətlər onların arxasında durduğuna görə bacarmırıq onlarla, amma bugünkü gündə də onlar təbii olaraq kafirin ən böyüyüdür də. Burada heç bir danılmaz faktdır bu. Bunu bütün dünya, bəşəriyyət də başa düşür, amma böyük dövlətlərin marağıyla üst-üstə düşdüyünə görə onların hərəkətləri, onun üçün onların kafirliyi bugün açıq-aydın elan edilmir, amma kafirdirlər.
1606-cı ildə Çələbiyurdluların Gəncəni tərk etməsindən, onların kəndlərinin ermənilər tərəfindən mənimsənilməsindən sonra Gəncənin sağ sahilində 2 məhəllə, Kilsəkənd və Çələbiyurd yaranıb. Şah Abbasın ermənilər üçün kilsə tikdirdiyini, xristiyan ruhanilərinə torpaq sahələri bəxş etdiyini nəzərə alsaq, düşmənlərimiz üçün bu ərazidə əlverişli şərait mövcud olduğunu görə bilərik. Bunlar zaman-zaman demək haqsızlıqlara qarşı həmişə qalxıblar və başçı olublar. Əksər halda da başçı olublar. Ona görə sonraki dövr ermənilər nə edirdilər? Ermənilər yəni ümumiyyətlə 2, 3, 4 variantdan istifadə edirdilər də. Ya o türkcə olan adın hərfi tərcüməsini verirdilər. O adı qoyurdular ki, özlərinə biraz da ondan bəraət qazandırırdılar ki, bizimkilər bunu başa düşmür, yəni bizim adamımızın bunu başa düşməsi üçün bu adı qoyuruq. Cəsarətlə deyə bilərik ki, indiki yerində Gəncə şəhərinin əsası 1588-ci ildə Fərhad Paşanın qala tikdirməsi ilə qoyulub. Lakin onun şəhər kimi formalaşması Böyük Şah Abbasın adı ilə bağlıdır. Mənbələrdə adı çəkilən Qızıl Arslan çox ehtimal ki, köhnə Gəncənin yox, məhz Osmanlı türklərinin tikdiyi qalanın adı olub. Qalanın bilavasitə yaxınlığında ancaq sünni mənsəbli Çələbiyurd kəndi yerləşib ki, 1606-cı ilin əvvəllərində 1-ci Şah Abbasın hücumu ərəfəsində erməni əhalisi bura köçürülərək Çələbiyurd kəndinin qonşuluğunda kiçik bir erməni kəndi salıblar. Demək ki, Gəncənin sağ sahilindəki bunların Çələbi yurdu olub. Sonra Gəncə ki, artıq quberniya mərkəzinə çevrildi və 1860-dan sonra burada Gəncədəki belə desək ki, əsilzadələrin titulları bərpa oldu. Bəylik, ağalıq titulları ki, bərpa oldu. Ondan sonra demək ki, şəhərin sağ sahili əsasən xristiyan mənşəli tayfalarla daha çox məskunlaşdırıldı. Yəni o da bir dövlətin siyasəti idi və buna görə də bu Çələbilər və həmin dövrdə elə təsadüf eləyir ki, Şeyx Şamilin də imamətinin sonu gəldi və bunlar məcbur oldular ki, o görünür o xristiyan dövrəsində yaşamağı özlərinə bilməyiblər və əsasən Kür qırağı kəndlərinə çəkiliblər. Şah Abbas Gəncəni tutduqdan sonra qalaya çəkilib, müdafiə olunan Çələbiyurdluların bir hissəsi məhv olub, digərləri isə qaçıb dağılıblar. Bundan istifadə edən ermənilər isə məhz boşalan Çələbiyurd məhəlləsinə məskən almağa üstünlük veriblər. Və təbii ki, o dövrdə də hiləgər qonşularımız öz məkirli niyyətlərindən əl çəkməyiblər. Türk mənşəli Çələbiyurd sözünü qalaya yaxın olduğu üçün Çelabert sözü ilə əvəz ediblər. Yəni möhkəm qala sözü ilə əvəz ediblər. Məhz məhəllənin adı ilə bağlı olan bu təhrif bizi vadar edir ki, sözgedən toponimin üstündə bir qədər çox dayanaq. Çələbiyurd toponimi iki tərkib hissəsindən, Çələbi və yurd sözlərindən ibarətdir. Ümumiyyətlə, Çələbi qədim türk dilində ağa yurdu, məskəni, torpaq sahəsi anlamını ifadə edir. Çələbi sözü ümumiyyətlə, yəni türk mənşəli söz olub. İlkin orta əsrlərdə ümumiyyətlə türk döyüşçülərinə Çələbi deyilirdi. Sonradan demək bunlar o dövlət yaradıb, dövlət ki, o xüsusilə də Kiçik Asiyadakı dövlət yaradıldı, Bizans imperatorluğuna son qoyuldu. Ondan sonra bunlar demək olar ki, keçdilər demək daha çox maarifçiyə. Müxtəlif təriqətlərdə, qardaşlıqlarda bunlar önəmli rol oynadılar. Və bunlar başladılar zaviyələr, xanəgahlar tikməyə. Və bu zaviyələr, xanəgahlar da əsasən demək maarifçilik rolu oynayırdı. Düzdür, tarixdə bunları daha çox sufiliklə bağlayırlar. Amma Çələbilər özlərini, sonraki dövr Çələbiləri, xüsusilə 16-cı əsrdən sonra bunlar özlərini 7-ci İmam Musa Kazım nəslindən bildilər. Və 17-ci əsrə qədər də məsələn bu xanəgahların, yurtların
demək, rəhbərləri mütləq bu Çələbilərdən olurdu. Düzdür, seçki yolu ilə olurdu, amma bunlardan olurdu. Və ona baba deyirdilər. Sonra bu Çələbilər sırf keçdilər maarifçiliyə. Əvvəlcə bunların demək, o tikdikləri, ona görə də yurd adlanır. Bunlar harda məskən salıblarsa, orada yurd gedib. Əvvəlcə bunlar 12, belə desək, evdənmi, otaqdanmı ibarət bir şey tikirlər. Orada həm dərs keçmək. 12 mamın. Əvvəlcə belə, amma sonra əsasən 8 otaqlı şey yaradıblar və ona görə də onları demək orada qonaq qarşılamaq, sonra tələbələrin oxudulması, sonra onların hətta çörəkxanalarına qədər bunlar özləri pişiriblər, özləri. Yəni bir şey desək ki, bir düşərgə şəklində fəaliyyət göstəriblər. Gəncədə isə onların məskunlaşmağı həqiqətən də şəhərin sağ sahilində olub və biraz o biz indi qırmızı kənd adlandırdığımız hissəyə yaxın olub. Orada onlar deməli yerləşiblər, çox saylı olublar. Amma vaxt gəlib, zaman gəlib, onlar da oradan köçüblər ayrı-ayrı rayonlara, şəhərin ayrı-ayrı hissələrinə. Məsələn, Samıq rayonunda onlar çox məskunlaşıblar. Bu baxımdan onların orada yerləşməsi nətər deyim, bir məkanda olmur, bir hissədə olmayıb. Deməli, həmən ərazinin ayrı-ayrı, belə deyək, basalağında, ayrı-ayrı küçələrində yerləşmiş olublar. Və uzun müddət onlar ümumiyyətlə seyidlərdir, Çələbilər seyidlərdir. Uzun müddət onlar Azərbaycanda İslamın formalaşmasına, İslamın genişlənməsinə çox böyük töhfələr veriblər. Çələbiyurd kəndi sünni məzhəbli olmaqla qalanın türk qarnizonunun əsas dayaqlarından biri idi. 1606-cı ildə Şah Abbas Gəncəni aldıqdan sonra Çələbiyurdluların sağ qalanları Kürəkbasana köçərək orada da Çələbiyurd adlı kəndlərini salıblar. 17-ci yüzilliyin ortalarında Gəncəyə erməni axınları zamanı həmin kənd və Gəncədəki məhəllə öz etnik tərkibini dəyişərək sözün həm birbaşa, həm də bilavasitə mənalarında erməniləşiblər. Çələbiyurd kəndi Çelaberti, məhəllə isə Çelambirt olub. Bilirsiniz, burada bir məsələ də olub ki, Çələbiyurdda ərazi boşluğu olub. Ərazi boşluğu olub. Ərazi boşluğu olduğuna da ermənilər ora köçürüblər. Ermənilər də bir müddətdən sonra Çələbi yurdunu Çalabert də adlandırıblar. Bu ermənilərə xas olan bir xüsusiyyətdir. Ermənilər, məsələn, Stepanakerti, məsələn, bizdə Xan kəndini Stepanakert deyiblər və s. və s. İndi bu məsələlər tarixin, açıq deyim, zəifliyidir, tarixin bədbaxtçılığıdır. Amma ora Çalabert yox, Çələbi yurdu olub, Çələbi yurdu. İndi də, məsələn, onu bilən, tarixi bilən adamlar onları heç vaxt Çalabert adlandırmırlar. Həmişə Çələbi yurdu adlandırırlar. Qeyd edək ki, Göran çayının sol sahilindəki Çələbiyurd kəndi də məhz bir zamanlar Gəncədən qaçan əhali tərəfindən salınıb. Yeri gəlmişkən onu qeyd edək ki, hazırda Ağdam və Tərtər rayonlarında da eyni adlı kənd mövcuddur. Ümumiyyətlə isə Azərbaycanımızın bir çox yerlərində bu toponimlə bağlı yer adlarına rast gəlmək mümkündür. Əsasən dediyim kimi Azərbaycanın şimal bölgələrində bunlar çox olublar. Bir də Kür qırağı kəndlərində bunlar daha çox olublar. Yəni demək və hətta özlərinin demək yetişdirdikləri şagirdləri də göndərirdilər o yaşayış məntəqəsində, gedirdi o da orada maarifçiliklə məşğul olurdu. Və ona görə də elə cəmaət o gələn adamın özünü də demək Çələbi adlandırırdı. Və onların mütləq, ancaq dediyim kimi 17-ci əsrdən sonra Çələbilik titulu demək olar ki, irsən keçdi və mütləq bunların adından sonra Çələbi sözü gəlirdi. Bu böyük səyyah tarixçi də Övliya Çələbi. Bizim bu ərazimizdə axırıncı, belə desək, o titulu daşıyan insan 20-ci əsrin birinci yarısında çox böyük nüfuz sahibi olan, böyük alim olan və eyni zamanda yeri gəlmişkən də deyim ki, Çələbilərin mütləq biri qazi olurdu. Yəni şəriət hakimi olurdu.
və öz zamanəsinin qazisi olmuş İsa Çələbi olub. Ki onun nəslindən də bugün Gəncədə yaşayanlar var. Bizim nəsildir, bəli, bizim nəsildir. Bizim ocaqlıq da var, Qarasaqqalda, Samux rayonunun Qarasaqqal kəndində Sıragədin Ağacağanın ocağı deyirlər, ziyarətgahdır. Orada insanlar gedir, orada qurbanlar kəsirlər. Bəli, yox, Sıragəddin ağa. Sıragəddin ağa mənim babam İsa Çələbi ilə əmi oğludular. Böyük, ümumiyyətlə, Bərdə rayonunda da o nəsildən çox böyük nümayəndələr var. Ağdaşda da var. Bu böyük bir nəsildir, amma deyirəm, Cəbrayılda var, Ağdamda var. Yayılıqlar belə. İstər 1930-cu ildə ləğv edilən və Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmsəddin rayonu ərazisində Türk tayfasının adı əsasında əmələ gələn Çələbi qışlaq ərazisi olsun. İstərsə də Yelizavetpol quberniyasının Qazaq qəzasında, indiki Karvansaray rayonu ərazisindəki Çələbyurt qışlağı etnotoponim olaraq onu göstərir ki, bu sözün Çilabert, yəni möhkəm qala toponimi ilə heç bir əlaqəsi yoxdur. Buna adları çəkilən qışlaq və ərazilərdə sadə bir qalanın olmaması faktı bilavasitə sübutdur. Belə olduğu halda isə ermənicə möhkəm qala anlamını verən və Çələbyurt sözünün təhrif olunan formasında işlənən Çilambert toponimindən söhbət gedə bilməz. Xeyr, Çələbi sözü qala demək deyil. Çələbi, məsələn, Bərdədə Çələbi kəndləri var. Ağdaşda, məsələn, ərəb qəbri var, ərəb ocağı var. Bunlar hamısı Çələbilərdir. Və Çəlabert sözü ermənilər indi özlərindən çox şey çıxardılar da. Bu millətə xas olan xüsusiyyətdir. Ermənilər bir neçə gün bundan qabaq televiziyada verirlər ki, ermənilər hansısa bir mağarada deməli şərab yataqları tapıblar. 6000 il tarixi olan bir qalada özlərinə məxsus edirlər. Ermənilərin heç 6000 tarixi yoxdur. Ermənilər heç bu məsələdə nətər deyirlər, biraz ifadəmə görə üzr istəyirəm, hayasızlıq eləyirlər. O, onlara məxsus xüsusiyyətdir. Heç bax orada qalalar olmayıb, ondan görə ki, ayrı-ayrı rayonlarda da Çələbilər yerləşir, Çələbilər kəndi var. Onların heç birində də qala söhbəti yoxdur. Çələbyurt evlərinin və sakinlərinin nisbətləri ilə bağlı sənədlərin birində göstərilən fikir xeyli şübhə doğurur. Məhəllənin 15 evində 371 nəfərin yaşadığı göstərilir. 371 nəfəri isə heç bir vəcihlə 15 evə doldurmaq mümkün deyil. Ola bilsin ki, məhəllədəki evlər ermənilərin, əhali isə türklərin sayını göstərir. Qeyd etmək lazımdır ki, həmin sənədin tərtibçisinin milliyyətinin müəyyənləşdirilməsi çox vacibdir. Məhəllə və kəndlərin adlarının kobud səhvlərlə yazılması, elementar, çox işlənən sözlərin belə düzgün göstərilməməsi, Molla Cəlilli adlanan kilsəkənd ifadəsi, siyahının yerli ermənilərin köməyi və ya bilavasitə ermənilər tərəfindən yazıldığına güclü sübutdur. Öz məkirlərindən əl çəkməyən düşmənlərimiz tək Çələbyurdun deyil, Gəncənin digər məhəllələrinin də adlarını dəyişib erməniləşdirmək fikrinə düşüblər. Lakin tarixliyində qalır. Əsrlər illəri əvəz etsə belə, Sofulu, Qızıl Hacılı, Səfərabad elə Səfərabad olaraq da qalacaq. Əgər Gəncənin özünün adını bütün sənədlərdə Qancaq yazdırıblarsa və bu gün də hətta bəzi yerlərdə Qanca gedirsə, belə deyək. Yəni məhəllənin adını dəyişmək bir elə böyük problem deyildi. Çünki bilirsizmi, bunlar tarix boyu türklərin bir bədbəxtliyi var da, türklər Mirzəliyi, yazını, pozunu kişi sənəti hesab eləməyiblər. O aşıq demişkəndir, nə mollalıq, nə aşıqlıq heç biri bir sənət deyil. İgid at belində dəli gərəkdir. Bu Mirzəliyi, yazı pozunu ona görə də türk xaqanlarının, sultanlarının, şahlarının saraylarında əsasən qeyri-millətlər, xüsusilə də dili daha tez öyrənməyə meyilli olan ermənilər aparıblar. Və bunlar da istər-istəməz hər dövrdə özlərinin o yazı pozusunu, o dövrün şahını tərifləməklə özlərindən də ora bir şeyə qondarıblar. Sonrakı şah ya sultan gələndə əvvəlkini pisləyib,
Amma özlərinə lazım olanı orada saxlayıb, bu yeninin şəhərinə mətiyər düzəldiblər. Bu bizim bir şeyimizdə, belə desək ki, çatışmamazlığımız bu olub. Çox şükür ki, məsələn, biz indi yavaş-yavaş başlayırıq öz tariximizi özümüz yaratmağa. Bilirsiniz, mən sizə bir şey deyim də, bizim milli xüsusiyyətimizdir. Biz tez barışan, tez bağışlayan bir xalqıq. Bu bizim zəifliyimizdir. Biz tez pisliyi yaddan, bu bir tərəfdən zəifliyimizdir, dini baxımdan isə bizim yüksəkliyimizdir. İslam dini onu təbliğ edir ki, insan bağışlamağı bacarmalıdır. İnsan insana hörmətlə yanaşmalıdır. Müsəlman müsəlmana qardaş olmalıdır. Amma bəzi hallarda şübhəsiz bu bizim ziyanımıza da işləyir. Bəli, biz tez bağışlayan, tez yaddan çıxardan xalqıq, millətik. Bu olmamalıdır. Bugün də inanın ki, mən özüm də deyirəm, ermənilər bu tərbiyəsizliklərindən, əxlaqsızlıqlarından mən adlandırardım, vəhşiliklərindən əl çəksələr, mən inanıram ki, ha vaxtsa biz yenə onları bağışlamağa meylənəsi xalqıq. Amma biraz ehtiyatlı olmaqda belə şeyləri tez yaddan çıxartmaq olmaz. Bizim başımıza neçə illərdir, özdə 100 illərdən çoxdur gələn fəlakət həmən bu bizim xüsusiyyətlərimizdən, bu insani keyfiyyətlərimizdəndir. Mən istəyərdim ki, biz bir balaca da qətiyyətli olaq, ciddi olaq, bərk olaq. Mənfur qonşularımızın tək adlarını çəkdiyimiz məhəllələrin deyil, digər yaşayış massivlərinin də adlarını təhrif etmək niyyətləri əminliklə demək olar ki, baş tutmayıb. Çölək çalaq şəklində Hazır Əhmədli Xazar Ahmadlu, Faxralı Faraqlu, Qarasaqqal Qarasaqqalla, Qızıl Hacılı Kazalanjeli, Toyuqçu Taukşi, Ərəbli Arapli, Sofulu Sapla, Ozan Uzan, Səfərabad Siqrabad, Şöylü Bəyli Şaylu Bayla, Zərrabi Zeyravu kimi eybəcər formalarda təhrif olunmasına baxmayaraq, bugün yerli əhali adlarını çəkdiyimiz dədə-baba məhəllələrimizin adlarını olduğu kimi yaşadırlar. Bu toponimlərin gəlmə Rus tərəfindən dəyişdirilməsi haqqında söylənən fikirlər isə o qədər də inandırıcı səslənmir. Gəlmə Rusun Kilsəkəndi sənətdə Molla Cali yazılan Molla Cəlilli adlandırması heç bir sənətdə göstərilmir. Yaxud da götürək Sofulu və ərəbli sözlərini. Ərəbli Gəncə dialektində ərəfli formasında tələffüz olunur. Hər iki sözdəki F səsi P səsi ilə yazılıb. F-i P kimi tələffüz edənin hansı xalqa mənsub olması isə heç kəsdə şübhə doğurmamalıdır. Bu ermənilərin daha bir məkirli siyasətinin göstəricisidir. 19-cu yüzilliyin əvvəllərində hələ qalmaqda olan Çələbyurd məhəlləsinin həmin əsrin 30-cu illərindən etibarən Gəncə xəritəsindən yoxa çıxmasının özü də həmin məhəllənin tamamilə ermənilər tərəfindən mənimsənilməsini və Kilsəkəndə qarışdığını göstərir. Xüsusilə də siz bilirsiniz də Katolik kilsəsinin, yəni Roma papasının bütün vaxtilə xristiyan olan, xristiyanlıq yayılmış ərazilərin xəritələri var. 1726-cı ildə çox böyük bir, təxminən 1500 səhifəlik bir bu kitab. Orada bizim də bu yaşadığımız ərazilərin hamısının, demək, qədim Roma dövründə, sonra Yunan dövründə filan olan adlar ki var. Bu ermənilər, yəni o da olmayanda, özlərindən bir şey ora əlavə eləyə bilməyəndə, qondara bilməyəndə o kitablara baxırdılar və onunla demək özlərinə bir şey təsəlli yaradırdılar ki, inandırmaq üçün yaradırdılar ki, bu Quranın qədim adı bu olub. Elə biz də buyuq, siz bilirsinizmi, bir günlərin məsələn ermənilər iddia eləyirlər ki, ilk xristiyan xalq biz olmuşuq və xristiyanlığın yayılmasını biz təşkil eləmişik. Çünki doğrudan da ərəblərin ora gəlməsi sonradır. Amma yəni oradakı Finikiyalıların, sonra başqa xalqların ki, ilkin xristiyanlıq qəbul eləyib, bunlar indi başqa adlarla, başqa belə desək də, ərəb adı ilə gedirlər, nə bilim, İtalyan adı ilə gedirlər filan, Yunan adı ilə gedirlər və bunlar özlərinin onu, bir gün onun iddiasındadılar ki, ilk xristiyanlar bizik və Qafqaza da bunu biz gətirmişik. Gəncə çayının sağ sahilində yerləşən, boşalan Çələbyurd
sonralar qonşu erməni kənd sakinləri tərəfindən mənimsənilib. 1604-cü ildə Çelambirt adı altında erməni məhəlləsi kimi qeydə alınıb. 1618-ci ildə erməni ruhanilərini vergilərdən azad edən 1-ci Şah Abbas ermənilərin Ermənikənd adlandırdıqları ərazidə kilsə tikdirdikdən sonra əvvəllər Kafir küçə adlanan Ermənikənd Kilsəkənd adlanmağa başlanılıb. 18-ci yüzillikdə Osmanlı türklərinə qarşı fəal iştirak etdiklərinə görə erməni əhalisi Nadir Şahın da hüsn rəğbətini qazanıb və şahdan xeyli imtiyazlar alıblar. Ümumiyyətlə isə xanlıqlar dövründə də ermənilərin Gəncəyə köçü azalmayıb, əksinə nəzərə çarpacaq dərəcəsində güclənib. Biz necədir? Yəni ermənilər həmişə güclü dövlətin padşahının yanında olurlar. Yəni dediyim kimi bunlar xidmətdə, həmişə bunlar xidmət sahələrində olublar. Və xidmətdə də olan insan mütləq uşağına dil öyrətməli idi, şirin dilli öyrətməli idi, insanla ünsiyyət yaratmaq filan. Və ona görə də bunlar, siz baxın, bəli, Şah Abbas bura şahsevən tayfalarını gətirəndə, məsələn, o şahsevən qvardiyalarının, axı bir şahsevən tayfalar var, Araz çayına tökülən Qara su çayı ilə Savalan dağ arasında. Bunlar tərəkəmə tayfalarıdır. Bir də Şah Abbasın özünün yaratdığı xüsusi şahsevən qvardiyası olur. Şahsevən qvardiyası. İndi belə desək ki, yəni indiki adla prezident qvardiyası. O şahsevən qvardiyalarında ermənilər də olublar. Onlardan da olub, döyüşçü kimi olublar və sözsüz ki, onlar da gətiriləndə məskunlaşdırılıblar. Amma orada başqa bir şey də yoxdur. Yəni ümumiyyətlə hökmdarlar o azlıqda qalan xalqları özünün pənahında saxlamaq üçün sözsüz öz sarayına yaxın yerlərdə yerləşdirilirdi. Məsələn, Qubada deyək ki, Yahudilər də Quba xanının düz sarayının böyründə. Çünki bunlar biraz aralıda olsaydı, nadanlıq ucbatından, xırda bir məişət mübahisəsi üstündə burada qırğın düşə bilərdi. Bunlardan sonra. Ona görə də adətən bunları şahın öz gözünün qabağında, ya hökmdarın gözünün qabağında yaxın yerdə yerləşdirirdilər ki, bunlar orada pənah tapsınlar. Bunlar orada qoruna bilsinlər. Yəni orada xüsusi bir sevgidən irəli gəlmirdi. O bizim dinimizin, bizim hökmdarlarımızın boynuna qoyduğu bir vəzifə idi. Bilirsiniz, elə təkcə hökmdarı hökm eləmək deyil ki, o onun təbəəsini, malını, canını, namusunu qorumağı götürür boynuna. Qarabağlı Pənahəli xan Cavanşirə qarşı qiyam qaldıran erməni məliklikləri məğlub olduqdan sonra öz təbəələri ilə birlikdə Gəncənin Şəmkir mahalına köçüblər. Qarabağ xanlığının zəifləməsi, Gəncənin mövqeyinin güclənməsi mülahizələri ilə Cavad xan da qılıqsevər erməniləri himayə edib. Yəni düşmənlərimiz özlərini Gəncə xanının da qarşısında yazıq bir millət kimi göstəriblər. Bunun nəticəsində Cavad xan Talış, Gülüstan Məliyi Abovu İbrahim xanla barışdırıb, onlar üçün öz mülkündə xüsusi yerlər ayırıb. Cavad xan da bizim millətin nümayəndəsidir də, tarixi bir şəxsiyyətdir. Şübhəsiz bizdə olan o, mən dediyim, bir halda gözəl xüsusiyyətlər, bir halda zəif xüsusiyyətlər gətirib ona çıxardıb ki, bəli, olubdur. O hallar da olub ki, o ətrafında da olub onu, ermənilər olub. Orada o sevgidən irəli gəlmir. O hər kim deyirsə onu, yox. Sadəcə olaraq bunlar azlıqda qaldıqlarına görə himayə olunurdular. O uzaqlarda olsaydılar bunları orada, ya məsələn görürsünüz, ya sığınaqlarda olmalıydılar, yəni daha əl çatmaz yerlərdə. Baxın, Azərbaycanın hər yerində bunlar quzeydə yerləşdiriliblər, ermənilər. Çünki güney hamısı yerli xalqların idi, boş yer ancaq oradaydı, orada yerləşdiriliblər. Və oxumuşlar, dediyim kimi, bunlar oxumağa meyilli olduqlarına görə o padişahın sarayında qulluğa girmək üçün oxuyublar, təhsil alıblar və özlərinə yer açıblar. Xəmsə məliklərinin ikiyüzlü siyasətinin və Ağa Məhəmməd Şah Qacarın hücumundan sonra Qarabağda başlanan aclığın nəticəsində ermənilərin Qarabağa axını daha da güclənir. Çünki Qarabağdan fərqli olaraq Gəncə şaha müqavimət göstərmədiyindən dağıntılara məruz qalmır.
Qarabağlı İbrahim Xəlil xanla düşmənçilik edən Çilebert Məliyi Məclum öz təbəələri ilə birlikdə Gəncəyə gəlib və Ağa Məhəmməd Şah Qacarın Tiflis yürüşündə Cavad xanla birlikdə şahı müşayiət edib. Məlik Məclumun tayfası bir müddət Gülüstanda yaşasa da, başçılarının ölümündən sonra onlar Məclumun azyaşlı oğlu ilə birlikdə Gəncəyə köçüblər. Hələ o dövrdə şəhərin xristianlaşmasını qarşılarına məqsəd qoyan Çar hökuməti bəyləri Gəncədən didərgin salıb iddia edirdilər ki, Gəncədə yerli, irsi, zadəkan bəy ailəsi yoxdur. Bu da təbii ki, ermənilərin mənafi ilə üst-üstə düşürdü. Yəni, mənfur qonşularımızın istədiyi də məhz bu idi. Bunun nəticəsidir ki, 1804-cü ildə Gəncə ruslar tərəfindən işğal olunarkən 200-ə yaxın xanın yaxın qohumları Gəncədən digər xanlıqlara, o cümlədən İrana sürgün olunurlar. 1806-cı ildə təkcə Uğurlu ağanın ətrafında 719 nəfər ailə üzvləri ilə birlikdə 32 Gəncə bəy toplaşıb. Uğurlu ağa həmin ağaların siyasi ilə Çara 3 dəfə müraciət edib. Öz yerlərinə qayıtmaq istədiklərini xahiş etsə də, hər üç müraciət yarımçıq qalıb. Keçmiş xan, bəy mülkləri isə dövlətin xeyrinə müsadirə olunub, xəzinə hesabına keçirilib. Həmin torpaqlar intensiv sürətdə xristian əhalisi ilə ermənilər, almanlar, Rus və Ukrayna köhnə təriqətçiləri ilə məskunlaşdırılıblar. Məsələn, Gülüstan müqaviləsində o qədər də bu bəy sonra xan tayfalarına yox idi. Yəni, çox asan almışdılar, belə desək ki. Amma Gülüstan müqaviləsindən sonra Azərbaycandakı bütün bəy, xan titullarının hamısı əllərindən alındı. Bircə Ordubad bəylər bəyliyindən başqa. Və bir də sözsüz ki, Qarabağ. Çünki Qarabağ xanlığı özü Rusiya dövlətinin himayəsinə öz xahişi ilə girmişdi. Oradakıları saxlamışdılar. Ona görə də ən varlı bəy təbəqəsi Qarabağ bəyləri idi. Siz baxın, ilk oxuyanlar da Rus dövlətinin məktəblərində oxuyan da məhz Qarabağ bəylərinin balalarıdır. Və Azərbaycanda başqa yerlərində bunlar alınmışdı. Və bu dünənki əsilzadə təbəqənin burada qalması üçün nə idi? Bircə yolu qalırdı. Bircə yolu, yəni salamat qalması üçün mübarizə aparıb şəhid ola bilərdi, köçüb gedə bilərdi. Amma qalmaq üçün məcbur idi ki, o dövlətin qoyduğu bütün qayda qanunları canı dildən əməl eləsin. Və bu bir də bərpa olub 1860-cı ildə. Məsələn, Gəncədəki bəy tayfalarının hansını götürsəniz, o bəylik onlarda demək bərpa olub 1860-dan sonra. Ona qədər yalnız Qarabağ bəyləri bəy titulunu daşıyırlar və bir də Ordubad bəyləri. Tarixən Gəncə həm mədəniyyət mərkəzi, həm bizim bu milli ənənələrimizin mərkəzi olub. Burada xanlıqlar da olub, bəyliklər də olub və burada üzr istəyirəm elə Cavad xan özü bu göstəricidir ki, Gəncə çox ziyalı baxımından inkişaf eləmiş bir ərazi olub. Amma Rusların, yenə deyirəm, maraqları, bu geniş maraqdır. Bugün Ruslar erməniləri də dəstəkləyirlər. O hamısı məqsəd nədir? Mən həmişə demişəm, Azərbaycan ərazisi o qədər Allah Taala tərəfindən qiymətləndirilmiş və yüksək tutulmuş ərazidir ki, Azərbaycanın təbii sərvəti, insan sərvəti çox zəngindir. Bugün Azərbaycanda yaranan bu milli tolerantlıq, dini tolerantlıq heç bir dövlətdə yoxdur. Və mən istəyərdim ki, məsələn, biz Azərbaycanlı olaraq bugün bəzi ərəb dövlətlərində gedən proseslərə diqqət yetirək. Özümüzü o proseslərdən qoruyaq. Bugün Azərbaycanda çox gözəl şərait yaranır hər cür inkişaf üçün. Amma ehtiyatlı olmaq lazımdır. Ona görə ki, yenə deyirəm, tarixən bütün o güclü dövlətlərinin, açıq deyim, burada nə gizli var? İngiltərənin də, Amerikanın da, Rusiyanın da və digərlərinin gözü olubdur. Çünki bizim Çələbiləri Çəlabert də eləyiblər, ayrı cür formalar da yaradıblar və bu formalardan, bu münasibətlərdən biz özümüzü qorumalıyıq. Millətimizin xatirinə, dövlətimizin xatirinə, gələcək evlatlarımızın yaxşı yaşaması xatirinə biz bunu qoruyub saxlamalıyıq hamısını. Bu xalq, bu millət nə qədər əzilsə də, nə qədər təcavüzlə üzləşsə də, sonda yenə də hər vəcihlə ayaq üstə durmağa bacarıb. Çünki haqlı olduğunu bilib, tarixin, keçmişin onun arxasında durmasına əmin olub. Biz ona da əminik ki, bir zamanlar Gəncə məhəllələrinin başına açılan
ermənilərin ad dəyişmə siyasəti bugün hər nə qədər Qarabağımızda davam etsə də, sonda sözü yenə də haqq, ədalət, yəni biz özümüz deyəcəyik.